Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən? De ki, sizi yaradan, sizə qulaq, göz və ürək verən odur. Necə də az şükür edirsiniz. De ki, sizi yer üzünə yayan da odur. Siz onun huzuruna toplanacaqsınız. Onlar deyirlər, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq? De ki, buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm. Kafirlər əzabın yaxın olduğunu gördükdə, üzləri eybəcər görkəm alacaq və onlara, sizin durmadan istədiyiniz əzab, bax budur deyiləcək. De ki,